27 aprel 2025 günlük burç proqnozu. Bugün sessiz mesajlara diqqət et. Kainat incə yollarla danışır. Qoç, irəliləmək istəyirsənsə keçmişi bağışlamağın vaxtıdır. Buğa, daxili gücünü səssizliyin içində tapacaqsan. Tələsmə, dərinləş. Əkizlər, bugün bir fikir və ya təsadüf sənin yolunu dəyişə bilər. Diqqətli ol. Xərçəng, sezgilərin güclüdür. Kimisə niyyətini hiss edə bilərsən. Şir, özünü ifadə etməkdən çəkinmə, səni anlayanlar ortaya çıxacaq. Qız, günün axışı planladığından fərqli ola bilər. Çevik ol, axına güvən. Tərəzi, bir münasibətdə həqiqəti görmək üçün özünü deyil, hisslərini dinlə. Əqrəb, dərin suallara cavab axtarırsansa, ilk addım öz içinə baxmaqdır. Oxatan, bugün yeni bir motivasiya səni oyada bilər. Onu tut və hərəkətə keç. Oğlaq, fokuslandığın sahədə irəliləyiş var, amma biraz da səbir tələb olunur. Dolça, inancını dəyişdirsən, reallığın da dəyişə bilər. Bugün düşüncə güclüdür. Balıqlar, ruhunun ehtiyac duyduğu bir mesaj, musiqi ya da yuxu ilə gələ bilər. Açıq ol. Günlük bürclər haqqında məlumat üçün səhifəni izləməyi və videonu bəyənməyi unutmayın.